Bax, bir dənə imam təsəvvür eləyin. Bir dənə xahiş edirəm. İmam təsəvvür eləyin. Oturub taxta qüdrət sahibidir. Üzü də məsələn deyək. Üzü də belə biraz qətiyyətli, əzimli, zəhimli. Sənə deməli, get bunu elərsən, deməsən, baş üstə könlü xoşluğuyla. Sən bunu bacarmadın. Bu idi əsas. Bu ilə sən adam olacaqdın. Sən bunu bacarmadın. İmam məzlumiyyəti ilə deyir ki, bu ilə təkəbbürü tökülmədir. Gedim məzlum olum ki, bəlkə bu ürəyi yumşalsın. Gedir Kərbəlaya. Lap səhnələşdirim. İmam oturub taxta hakimdir, sənə söz deyir, sən deyirsən, xeyir ola, içində bir şey oynayır. İmam düşür taxtdan, deyir, gəl, əlindən tutub gedir. Gəlir, bir dənə səhraya gətirir sənə Kərbəlaya. İndi otur tamaşa elə. İndi otur, mənə tamaşa elə gör, nə inəyəcəm. Sən mənə oradan başa düşməliydin ki, mənə Allah göndərib bura, mənim sənə hökm eləməyin fədakarlığım idi. Mən sənə ki, əmr edirəm, o idi. Sən ona başa düşmədin, yaxşını gəl sübut eləyim eşqimi sənə. Gəl gör, haracan gedirəm sənin üçün. Gəl gör, haracan gedirəm, gedir, uf demədən hər şeyini gözünün qabağında verir. Burada da təkəbbür sınmadsa, deyib, bundan əli üz. Bu adam olası şey deyil. İmam Hüseynə də gəldi, çatdısa, alınmadısa heç nə. Görsən, asanlaşdırdı İmam Hüseynə qəsə. Qətligaha gəlmirsən, bir var taxta oturub əmr eləyir, yaxşı təkəbbür var səndə, toxunur sənə ki, xeyr ola. Bir də var, gəlmirsən Kərbəlaya, yerə yıxılıb deyir, uşaqlarımı qoru da, bu əmri verir sənə, məsələn ki, qızlarımı qoru da. Bu əmrə də təkəbbür göstərəcəksən, bu əmrin qarşısında da təkəbbürü dayanacaqsan, əmri iqtidarda olan imamın dilindən almaq çətindirsə, təkəbbürün qurtlarını oynayırsa, məzlum imamın dilindən al. Bunun üçün məzlum olmaq lazımdırsa, İmam Hüseyin deyib baş üstə. Ona görə bura axırımızı dayanacaq, bura gəlmişik. Burada düzəlməsə, heç nə olmayacaq bizdən. Bu axırıncı yerdə bundan oyanası yoxdur, dünyada yoxdur. Bu məclisdən oyanası yoxdur dünyada. Bizim Hüseynimiz var və bəsdir. Bizim Hüseynimiz qəlbimizi qazıyır, içimizdən bu nuru çıxardır, təkəbbürü qırır. Sən qorxursan, qəlbində təkəbbür qalar imam müqabilində. Hüseyn o qədər vasitələri var təkəbbürü qırmağa. Hüseynin vasitələri çoxdur. Əli Əkbər bir vasitəsidir, Qasım bir vasitəsidir, Əvəlfəz bir vasitəsidir, Əli Əsxər bir vasitəsidir, Zeynəb bir vasitəsidir, Rüqəyyə bir vasitəsidir. Bunlar hamısı vasitələrdir. Sənin içində olan amansız o təkəbbürü sındırmaq üçün. Allah'ın olsun, mənim danışdığım roizədir, bu roizədir. Bunu başa düşər, bir il doğrudan da ağlayar buna. Gör, hara getdi, hara gətirdi, çıxartdı İmam Hüseyin yolu.